Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün müsahibə mərhələsindən kimlər kəsilir sualı haqqında ətraflı məlumat verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa göndərilir. Ətraflı məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. İndi keçək sualın ətrafında məlumat verək. Müsahibədən ilk öncə kimlər kəsilir? Bildiyiniz kimi, istəyir MİQ müsahibəsi olsun, istəyir sertifikasiya müsahibəsi olsun, müəyyən meyarlar müəyyənləşdirilib. Həmin meyarlar uğursuz olarsa, müəllim kəsilə bilər. Nə zaman uğursuz ola bilər? İlk olaraq özünü təqdim etmə həm MİQ-də, həm sertifikasiyanın müsahibə mərhələsində mövcuddur. Yəni, özünü inamsız, nitqin səlis olmasa, ünsiyyət bacarığın zəif olarsa, özünü təqdim edəndə kifayət qədər səhvlərə yol verərsənsə, bu zaman müsahibən özünü təqdim etmədən sən yüksək bal ala bilməyəcəksən və birinci meyar uğursuz olacaq. Burada əsasən özünü təqdim etmədə inamlı formada, daha güvəncli formada özünü təqdim etsən, müsahibə mərhələn uğurlu olacaq. Eyni zamanda ünsiyyət bacarığın kifayət qədər yüksək olmalı. Çünki sən şagird qarşısına çıxacaqsan, kifayət qədər sinifdə 20-25 şagirdin qarşısına çıxacaqsan deyə özünə bir idarə etmə bacarığın olmalıdır. Öz fikrini sərbəst ifadə etmək bacarığın olmalıdır ki, bu mərhələ sənin üçün, yəni müsahibənin özünü təqdim etmə mərhələn sənin üçün uğurlu olsun. Sonra gəlir ikinci, yəni plan üzrə mövzunu təqdim etmə bacarığı. Bizə verilən 5 mövzu ki var, həmin mövzunu, yəni 5-nə də əslində biz hazır olmalıyıq. Amma burada 5 mövzudan biri mükəmməl şəkildə, yəni mövzunu sərbəst şəkildə hazırlayıb təqdim etməliyik. Burada əsas nəyə diqqət yetirilir? Mövzuya uyğun alt standartın düzgün seçilməsi, alt standartdan sonra təlim nəticəsinin düzgün seçilməsi, təlim nəticəsinə uyğun isə qiymətləndirmə meyarı və səviyyələrin müəyyən olunması. Bax, bunlar hər hansısa bir uyğunsuzluq olarsa, mövzunu daha geniş formada təqdim etmə zəif olarsa, o zaman müsahibə mərhələsinin bu meyarına da zəif bal ala bilərsiniz və müsahibəniz uğursuz ola bilər. Sonra geyimlə bağlı, yəni sertifikasiyanın müsahibə mərhələsi onlayn şəkildə olduğuna görə geyim o qədər də önə çıxmır, amma MİQ müsahibə mərhələsində geyim vacibdir. Sadə formada geyinməlidir müəllim, özünə yaraşacaq formada, istəyir bəylərimiz, istəyir xanım müəllimlərimiz. Kifayət qədər aksesuardan çox istifadə olunmamasını tövsiyə olunur ki, burada da şagirdin gözü aksesuarlarda olmasın, diqqət mərkəzində müəllim olmasın, əsas dərs prosesinə diqqəti yönəlsin. Geyimə də diqqət yetirsəz, yəni olanınızdan sadə formada geyinməyiniz tövsiyə olunur. Bu mərhələdə müəllimin müsahibə mərhələsində keçməsində rol oynayır. Sonra gəlir, deməli, özünü təqdim etməni dedik, mövzunu təqdim etməni dedik, qiymətləndirmə ilə bağlı. Yəni, şagirdi, təhsil alanı düzgün qiymətləndirmədikdə, burada suallar şifahi formada onsuz müəllimə verilir. Müəllim şifahi formada şagirdin necə qiymətləndiriləcəyi haqqında məlumat verərkən uyğunsuzluq olarsa, deməli, şagirdlərin qiymətləndirməsi ilə bağlı müsahibə mərhələsində də zəif bal ala bilər müəllim. Yəni, təhsil alanların düzgün qiymətləndirilməsi, bu da vacibdir və meyarlar içərisinə daxildir. Bundan əlavə olaraq, məsələn, psixoloji suallara da cavab verəndə
kifayət qədər bal orada qeyd olunur. Yəni meyar üzrə ballarınız qeyd olunur. Deyək ki, bildiyiniz halda sualı 100% əminliklə bilirsiniz ki, bu sual doğrudur və müsahiblərə verdiyiniz cavab da yetərlidir. Kifayət qədər 100% doğru cavab vermişsiniz. Bəzən olur ki, orada müəllim dirəşir ki, siz bunu səhv eləmişsiniz. Yəni doğru vurğulamadınız. Məsələn, deyək ki, neçə iş forması var? Siz deyirsiniz ki, 4 iş forması var. O deyir, yox, 6 iş forması var. Bunu həmin zaman dirəşmək olmaz. Onlarda qızıq yaratmaq olmaz. Çünki sizin psixoloji vəziyyətinizi yoxlayır. Ola bilər ki, məsələn, şagird siz düzgün izah elədikdə şagird sizdə durub səhv axtararsa, səhv tutarsa, müəllim siz düz demədiniz, burada belə olmalıdır və siz şagirdə qarşı aqressiya tətbiq edə bilərsiniz və burada əsəb sisteminizi əsasən psixoloji suallarda bu tipli deyək ki, sizin psixoloji vəziyyətiniz nə yerdədir, şagird bu hallar yaradarsa siz onlara qarşı necə reaksiya verəcəksiniz deyə düz bildiyiniz halda sualı sizə qəsdən səhv deyirlər. Bu halda da yenə əsəb keçirməyə dəyməz. Müəllimlərin etik davranış qaydalarına əməl edərək sualın düzgün variantının səsləndirilməsi daha məqsədə uyğundur. Ünsiyyət bacarığı dedik. Dedik ki, ünsiyyət bacarığı da kifayət qədər yoxlanılır ki, siz daha çox şagirdlə işlədiyinizə görə, ünsiyyətdə olduğunuza görə bu bacarığınızda deməli, yüksək səviyyədə olmalıdır. Sonra müəllimlərin etik davranış qaydalarına əməl edilməsi, müsahibə zamanı qeyri-etik davranış, hörmətsizlik və ya uyğunsuz ifadələrə yol verməmək lazımdır. Əgər ki, verilərsə, bu mərhələdən də müsahibə mərhələsi sizin üçün uğursuz ola bilər. Ümumilikdə qeyd elədiyimiz, sadaladığımız meyarlar üzrə cavab verərsinizsə, yəni normal, özünü inamlı təqdim etmə apararsınız. Ünsiyyət bacarığınız normaldır. Şagirdi qiymətləndirmə bacarığınız yüksəkdir. Etik davranış qaydalarına əməl edirsinizsə, müsahibə mərhələsi uğurlu olar. Hər birinizə uğur arzulayıram. Düşünmürəm ki, bizim maarifləndirici videolarımızdan yararlansaz, heç kəs, heç bir müəllim müsahibə mərhələsindən kəsilə bilməz. Və bundan əlavə olaraq müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri üçün müsahibədən qızıl qaydalar adlı vəsaitimiz var. Vəsaitimizi də əldə edib bütün tip sualların cavabına baxa bilərsiniz. Hər birinizə uğurlar, sağ olun, salamat qalın.